Bakı 2015 Avropa oyunlarının yol nəqliyyat xəbərləri efirdədir. Birinci Avropa oyunları zamanı şəhər sakinlərinin, qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq. Məqsədimiz sizi bu qaydalarla tanış etməkdir. İndi oyunların əsas marşrut şəbəkəsi haqqında məlumat vermək istəyirəm. Bu şəbəkəyə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu oyunlar zamanı istifadə ediləcək müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb. Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb. Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-undan iyul ayının 1-nədək istifadə edilməsi nəzərdə tutulub. Bu zolaqlardan yalnız Avropa oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza, bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və dövlət yol polisinin nəqliyyat vasitələri istifadə edəcək. Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri yolun digər zolaqları üzrə hərəkət etməlidir. Bir daha xatırladıram ki, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır. Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. 29 may tarixindən etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq. Sürücülər və piyadalar Avropa oyunları ərzində tətbiq olunan qaydalardan xəbərdar olmaqdan ötürü buraxılışlarımızı izləməyi unutmayın. Daha ətraflı məlumat üçün gördüyünüz veb səhifələrə daxil ola bilərsiniz.